Değerli Hürriyet izləyiciləri, gələ indi mövzuya. Bu Teyip müəllim kimdir? İlk öncə Yeni Qəzet deyilən bir qəzet var. Bu qəzetin baş redaktorunun yazısını sizin diqqətinizə təqdim edib, ondan sonra keçəcəm öz məlumatlarımıza. Həftəlik qəzetdir. Yazır ki, monopoliya problemi ilə bağlı Gürcüstan hökumətinə elektron müraciət etdim. Qəzetin redaktoru yazır. Monopoliya, ət monopoliyası ilə bağlı Gürcüstanın hökumətinə elektron ünvanladı, məktub. Səbəb nə idi? Bir neçə şəxs, burada adlar çəkmir, adlar zaten bəllidir onlara veriblər. Həmin adamlar artıq həbs olublar. Bir neçə şəxs Gürcüstandan Azərbaycana ucuz qiymətə gətirilən iri və xırda buynuzlu heyvanların idxalını öz insarına, yəni monopoliyasına almışdı. Əslində İnsar İdarəsi var, yeni yaradıldı. Əvvəl İqtisadiyyat Nazirliyinin nəzdində idi. Ondan sonra onu müstəqilləşdirdilər ki, bu idarə insarsızlara qarşı rahat şəkildə